Bu həqiqi hekayədir. 1960-cı illərin sonlarında ABŞ-ın hər yerində onlarla uşaq eyni şeyi bildirməyə başladı. Məktəblərin qarşısında dayanan, parkların yaxınlığında gizlənən və ya pəncərəsiz bir mikroavtobusda gəzməyi təklif edən klon geyimində bir kişi. Əvvəlcə polis bu hekayələri rədd etdi. Onlar bunun kütləvi isteriya və ya zarafat olduğunu dedilər. Amma sonra uşaqlar itməyə başladı. Həmin kişi hündürboylu, solğun klon geyimində, qırmızı əlcəklərdə və qüsurlu, yayılmış, demək olar ki, çürümüş görünən üz boyası ilə təsvir edilirdi. Valideynlər oyun meydançalarının yaxınlığında dayanmış nəhəng bir ağ mikroavtobus gördüklərini, polislər gəlməmişdən bir qədər əvvəl isə onun həmişə hərəkət etdiyini bildirdilər. Bəziləri içəridə gülən, izləyən, birdən çox klon gördüklərini iddia etdilər. Qəzetlər bu hekayəni dərc etməkdən imtina etdi. Heç bir rəsmi hesabat yayımlanmadı. Lakin 1968-ci ildə Ohio'dan olan bir oğlan gülməli adam məndən şarını görməyimi istədi dedikdən sonra itkin düşdü. Uşağı heç vaxt tapmadılar. Növbəti il ərzində Illinois, Pensilvaniya və Georgia ştatlarında da oxşar hadisələr baş verdi. Bəziləri bunun geyimləri pərdə kimi istifadə edən bir qrup, bir dəstə olduğunu deyir. Digərləri isə bunun boyanın altında gizlənən daha qaranlıq bir şey olduğuna inanır. Bugünə qədər heç kim həbs olunmayıb. Heç bir ad, heç bir üz yoxdur. Sadəcə köhnə iş fayllarında hamısı eyni şeyi göstərən rəsmlər, qara gözləri və heç vaxt tərpənməyən təbəssümü olan bir klon.